Salam, hər vaxtınız xeyir. Bugün tam mövsümü olan pərpətöyün turşusu reseptini bölüşəcəm. Xırçıltılı, çox ləzzətli turşu alınır. İlk olaraq həyətdən yığdığım pərpətöyünləri bir neçə dəfə yuyuram. Bol suda yuyuram ki, torpağı tamam təmizlənsin. Təmizlədiyim pərpətöyünləri iri-iri doğrayıram. Daha sonra biber doğrayıram. Əgər çox acı olmağını istəyirsinizsə, biberin sayını artıra bilərsiniz. Sarımsaqlarını da doğrayıram. Daha sonra keçirəm bankalara doldurmağa. İlk olaraq quru şüyüd əlavə edirəm. Sarımsaq, biber və pərpətöyünləri yığıram. Bir silə xörək qaşığı duz, 1 ədəd qənd və 100 ml üzüm sirkəsi və həmçinin 5-6 dənə qara dənəvər istiyot əlavə edirəm. Üzərinə qaynar su əlavə edib ağızlarını yaxşıca bağlayıram. Bu 1 kiloluq banka üçün resepti idi. İndi isə 3 kiloluq üçün resepti deyəcəm. 3 kiloluq bankada qoyacağım pərpətöyünləri doğramıram. Bütöv əlavə edirəm. İlk olaraq quru şüyüd, sarımsaq, qara dənəvər, istiyot və biberi əlavə edirəm. Daha sonra pərpətöyünləri yığıram. Sonda isə üzərinə 3 silə xörək qaşığı duz və 2 dənə qənd 200 ml sirkə əlavə edirəm. Və üzərinə qaynar su əlavə edirəm. Su mütləq qaynar olmalıdır. Ağzını yaxşıca bağlayıram. Qapaqların hər birini steril edirəm. İsti halda adyalın arasında soyuyana qədər saxlayıram. 3 gün sonra açıb nuş edə bilərsiniz.
Və budur, hazırdır. İstəsəz qışda açıb nuş edə bilərsiniz. İstəsəz də yay müddəti qızartmaların yanında ləzzətlə nuş edə bilərsiniz. Siz rəylərə yazın, görək necə hazırlayırsınız. Əgər video xoşunuza gəldisə, like atmağı, kanala abunə olmağı unutmayın. Daha çox belə reseptlər üçün məni izləyin.